Sözler yazdım, izah elədim. Uşaqlar, bunlardan imtihana mütləq düşəcək. Dediyim istədiyi zamandır, şəkildir, qrammatik məna növüdür. Bunlar düşür imtihana. Keçən dəfə də bunlardan yazmışdım. Diqqətlə qulaq asın. Diqqətlə. Gəl deməyin ki, biz günləri burada eləmək lazımdır. Bir də izah edelim. Birinci məsələ, şəkilçiləri əzbərləməlisiniz. Birinci. İkinci məsələ. Şəkilçilərdən sonra mənalı başa düşməlisiniz. Birinci gələn, feilin şəkillə, yəni leksik gəlibsə, leksik şəkilçi qrammatik məna növüdür. Başlanğıc formaya, yəni leksik şəkilçidən sonra birbaşa gələn feilin şəkilləri ya da zamanlardır. Yəni elə zamanlar xəbər şəkli deməkdir, düzdür? Şəkillərdən sonra gələn də ideyim işdə olur. Bir sözdə bir şəkil ola bilər, bir zaman ola bilər, bir qrammatik məna növü ola bilər. Hərəsindən bir dənə, yəni belə deyirlər. Bir dənə qrammatik məna növü yazdım, bu getdi. Şəkli yazdım, bu da getdi. Sonra da gəlir ideyim işdə. İndi sözlərin üstündə bir də xırdalayacaq. Baxın, deyirəm ki, yazırsa, yazmaq sözün kökü ırsa. Ir nədir? Ir harda keçmişik? İndiki zaman, düzdür? Zamanlar hansı şəkli yaradır? Xəbər şəklini. Deməli, bu söz xəbər şəklindədir. Şəkildən sonra gələn nə olur? Hissəcik. Hissəcik və salam. Şəkil deyil axı bu. Niyə bu addan bir-birinizin üstünə baxırsınız, köçüşmək istəyirsiniz? Səni demirəm ki. Köçüşmək istəyən nə deyil? Mən məsələn, xəbərin yerində indiki zaman yazdım mən. Onda? Hədə indiki zaman elə xəbər şəklidir. Yəni düzü gedir. Aha. İndiki İndiki zaman isə hissəcik, düzdür? mən istəyirəm. İndiki zaman şəkil. İndiki zaman şəkli yazan insan kimdirsə, qulaq assın bura. İndiki zaman nə deməkdir? Zaman nə deməkdir? Hansı şəkil deməkdir? Bəs mən dilim, axı mənim dilim yarı oldu deməkdir ki, bir sözdə bir şəkil olur. Xəbər şəklinin ardınca da şəkli gələr. Xəbər şəkli isə avtomatik ondan sonra gələnlər hissəcikdir. Bildin? Gəlsə, bax, şəkli buradadır, baxın. Gəlməkdən sonra gəlsə, birbaşa, başlanğıc formaya artırılan, kökə artırılan nədir? Feilin şəkilləri, şər şəklidir. Başa düşdünüz? Mən burada şər şəkli yazdım. Bu ardından əmr şəkli yazdım. Ay balam, şər şəklinin ardınca əmr şəkli yazan gözəl insan, sən deyəsən o. Şər şəkli sonra əmr şəkli yazırsan, gəlsə, şərt var, hanı əmr şəklinin şəxsi olmalı? Əlbəttə ki, Silmiş. çobud şəkli. Bir sözdə iki şəkil olmaz Fatimə, başa düşdün? Bir sözdə neçə şəkil olar? Bir şəkil. Bir zaman, bir qrammatik məna. Bildin? Oxutdur. Bu oxutdur nə yaman bəla oldu? Yadda saxlayın, D plus R heç vaxt parçalanmır. Dir, dur, bu bütöv bir şəkilçidir. Bütöv bir. Bu bir. Mən şəxs olmaqlarını saxib edirdim. Oxut. Sən oxut da, mən oxutmuram. O sən sayıda gedir. Fatihə deyirəm ki, Ayxanı oxut. Yəni başqasını oxut. Nə sayılır bu? İcbar. İcbar növ. Bu leksik şəkilçidir ona görə. Növlər nədir? Leksik. Nə növdür bu? İcbar. İcbar növ. Bəs dır nədir burada? Sən oxutdun. Sən oxutdun. Mən oxudum. Sən oxut. O oxutsun. Biz oxudaq. Siz oxudun. Onlar oxutsunlar. Feilin əmr şəkli elə olur. Amma oxutdur nədir bəs? Bəli, icbardır. Bəzən gözləyirəm ki, kimsə deyəcək ki, gözləyirdim kimsə deyəcək ki, bu niyə leksik olur? Bəs yaş feilin hansı şəklindədir bu? Əmr şəkli. Bəli, niyə əmr şəklindədir? Çünki Kimdən var o? sən oxutdur. Niyə əmr şəkli? Şəxs onluğu var. Hanı şəxs onluğu? Yoxdur. İkinci şəxsin təqində şəxs onluğu olur. Ona görə də şəxs onluğu yoxdur. Ona görə əmr şəklidir. Yarısını biz yazmışsın, sən yazarına qoyursun. 0.5. Yəni yarım. İcbar növbə şəkilçisi, bu feildən feillərdən şəkildir. İcbar növbə bu da əmr şəkli. Başa düşün? Niyə əmr şəkli oldu? İkinci şəxsdə çünki əmr şəklinin şəkilçisi yoxdur. Baxıldısa, baxmaq, baxılmaq, baxıldısa.
İndi baxın, məsələyə baxıldı olur da. Baxıldı sözünü mən çox yazmışam ki, şəxsiz növbədir, yadda saxlayın. Çünki nə baxıldı, kim baxıldı sualını vermək olmur. Kim də sualını vermək olmurdusa, deyirik, o şəxsizdir. Nəyə baxıldı? Olur şəxsiz növbə. Şəxsizdir. Birinci gələndə nə olacaq? Zaman, hansı zaman? Hansı zamandır? Keçmiş zaman, hansı şəkildir? Xəbər şəkli. Şəkildən sonra gələn sanədir? İsə. Bəli, rəsm çəkirsən. Nədir bu sağ? Danış sözün köküdür, dandan yaranmır ha. Acaq nə şəkilçisidir? Müştəri sanədir. Keçmiş mış imiş hissəsi ise ise. Acaq gələcək zaman gəldi xəbər şəkli. Sonra gələn mış nədir? Hissəci. İmiş, sadə nədir? Yazmaqdan yazdırmaq. Yazdırmaq nədir? Nə yazdır? İcbarlı. Bəli. Malı nədir? Vacib. Am. Y bitişdiricidir orada. Yazdırmalıyam, mən yazdırmalıyam. Nədir bu? Mən eləməliyəm mi? Nəyi bildirir bu? Şəxsi. Mən eləməliyəm də. Sən yazdırmalısan. San nəyi bildirir orada? Şəxsi. Şəxs olmalıdır. Və sanədir burada? Gətir sözün köküdür. Gət deyil sözün kökü. Gətirdir. Birinci gəlib mış. Bu mış nədir? Birinci gəlib mış. Keçmiş zaman. Bəli. İmiş deyil. Axı başlanğıc formu imiş eşitdir. Keçmiş dedi. Hə, mış eşitdir. Birinci gəlib başlanğıc formaya bir baş artırılıbsa nə olur o? Keçmiş zaman. Aha, gətirmiş dimsə. D nədir orada? D idi hissəci. M nədir? M. Bəli, mən gətirmişim. Sa nədir? Gün, üzdür. Gün. İndiki zaman. O nədir? İndiki zaman. D nədir? İdi İdi hissəsi. hissəci. Arsa. Gəl bu qalsın bunlar deyil. Sonra çəkilərdir. Çəkməkdən çəkilməyə uşaqlar. Bunu siz qardaşınızla düşünə bilərsiniz. Məchul növdə düşünə bilərsiniz. Əgər ip çəkildi deyirəmsə, olur nə? İp çəkildi, nə olacaq? Duman çəkildi, arsa. Ar ər nədir? Birinci gəlir. Gələcək zaman D nədir? D nədir? Bax, ardır. Ar nədir? İd hissədir. Burada deyirsiniz, niyə bizə yazıyorsunuz? Qaç, ırdır. Ir nədir? D nədir? Arsa. Gecikmək. Bu sözün özüdür. Bunun bir zadiyyatı yoxdur. Bu leksik şəkildir. Irdır. Ir nədir? Bayaqdan niyə baxırdın bəs mənim? Ben yoldaşım oğlum. Baktın yazdı. Yazdın mı? Sonra gəlirmiş. Ir nədir? Mış nədir? Ir. Ir. Nasıl İndiki yani? zaman idi hissəci ise. Mən deyirəm niyə bayaqdan yazmır? Şeydir, burada bir xəbər şəkli yoxdur, amma indiki zaman gələcək, onun Aha, xəbər şəkli götürür. bəli. İndiki zamanda mış da imiş istəyəcək. Yazmışmış. Mış nə olur ümumiyyətlə? Nə demişdim? Birincisi, zaman Bəli, birinci keçmiş zaman bu da istəyəcək. Yəni bu xəbər şəklidir. Danış sözün kökü deyə, dan deyil ha sözün kökü, danışdır. Danış sözün kökü ı-dı-sa. Ir nədir? Aha. Danış sözün kökü. Ir nədir burada? D nədir? Sa nədir? Deməli, idi imişsə başqa ola bilər. Əsas nədir? Birinci fiilin şəkli gəlməlidir. Sonra idi imişsə çoxlu gələ bilər. Sonra oxu sözün kökü sağ birbaşa gəlir. Nədir sağ? Ay sağ ol. Bura idi imiş isə demək olmaz. Ümumiyyətlə tək bir şəkilci varsa, deməli o idi imişsə ola bilməz. Axı o şəkildən sonra gəlir. Bəli, o şəkildən sonra gəlir. Ona görə olmaz. Oxuyacaqsa, oxu. Acaq nədir? Gələcək zaman. Sanət, mətanət. Mətanət. Savaşmaq sözün kökü savadır, yoxsa savaş? Ay, sağ ol. Burada qarşılıq növ yoxdur. Ir nədir burada? Aha, da nədir? Oxusuda nə oldu? Oxuyacaq. İndi, döyməkdir sözün kökü, şey yoxsa döyüş? Döyüş.
Çünki qarşı-qarşı. Ay, qarşılıqlı. Arıdır, arıdır. Gələcəksən. Bir də bura baxın, birinci leksik şəkilçidir, qrammatik məna növləridir. Şəkilçisi leksikdir, döyüş. Iş nə oldu orada? Döyməkdən döyüş yaranır. Leksikdir və nə yaradır? Qarşılıq növü. Döyüşməzsə, iş nə oldu? Qarşılıq. İndi arın gələcək zamanda inkarı necə yaranır demişdik? Aha, arın inkarı necə olur? Arın inkarı. Mazməz. Mazməz. Aysa. Arın olur mazməz. Deməli burada mı nə şəkilçisidir? Mı nədir burada? Döyüşməzdə. Nədir mı? Döyüş. Gələcəksən qarşı. İnkar yox, mını soruşuram, mı? İnkar. Yox, sən ona bilirsən. Mı inkar. Bəs bu əz nə oldu onda? Gələcək zamanda sar. Sağda nə deyirsən? Bir də deyirəm. Bəli, bax bir də döyüşməzi bir də deyirəm. Iş nə oldu? Iş nə oldu? Döyməkdən döyüşmək. Nə oldu? Nə yarattı o? Qarşılığı yarattı. Ay sağ ol. Mı nədir orada? Döyüşməz. İnkar. Az əz nədir orada? Ərin dəyişmişi. Sa nədir? Açmaqdan açılmaq. Il. Açılmaq hansı növdədir? Duman yox. Pərdə açıldı. Hava açıldı. Qayıdır. Bəs ı nədir? Bu deməli növdür. Birinci gələn. Ildırışın növləridir uşaqlar. Ildır, ış, ıl. Bax burada da görürüz ış var idi. Burada ıl var. Orada dır var idi. Bilir. Hə. I nədir? İdi və keçmiş saat. Uşaqlar, ıldırışın felin qrammatik məna növləridir. Ildır, ış, ıl. Onları götürürsünüz, ondan sonra gələn şəkildir. Ildırışın yoxsa birbaşa şəkil gəlir. Başa düşdünüz? Mən şeydə taşıyam, etibar, məlumat, məhsul. Bax, məhsulu bilirəm. Məlumat da bilirəm, qayıtışı da bilirəm mənasını. Orada şəkilçi gələndə yaza bilmirəm, şişmirəm mən. Amma belə mənasını bilirəm, qayıtışı. İndi baxaq, göstər.